Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Fe inne asdaqal hadis kitabullah ve hayrul hadi hadi Muhammedin sallallahu aleyhi ve sellem ve şerrul umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Üç olarak arkadaşlar, Allah subhanahu wa ta'ala sonsuz salih şükürler olsun ki Rabbimiz muratına geldik buraya. Peygamber sallallahu aleyhi ve sellem yani bitki etrafındayız. Burası büyük bir nimettir. Hakikaten de günleri değerlendirmek lazım. Şimdi Allah subhanahu wa ta'ala müvəffəqəti sabah artık biz ne edirik? Çıxırıq ümrəyə, əsas ibadət. Əsas yani budur, yani ihrama girir. Kısa olarak yani insan ne yeməli? Yani sünnədəndir ki, birinci kişilərlə bağlı əhkam var. Kısa olarak ihramdan qabaq yani ne olmalı? İnsan misalsının təmiz dırnaqlardır, bığ qısaltmadır, təmizlənməkdir və s. Bunlar hamısı ihramdan qabaq olmalıdır. Ve ehtiyac var. İhtiyac yoksa olmur. Sonra ne edir? İhrama en yakın vaxtda qusul alır. Yani ihrama girəvəsi var. En yaxşı olur ki, qusulunu aldı, ihramın geyinir. Bu aydındır. Ama hava ile əlaqədar və bizim yolumuz uzun olacaq, insan kondisionerdən qorxur və s. biraz tez alır, bunun bir problemi yok. Deməli, bu şeyler usullandığın ehram geyimini geyinməmişdən qabaq bədəninə, saqqalına ətir vura bilərsin. Heç problemi yok. Əksinə, ətir vurmaq sünnədən. Bədəninə. Sürtsən ətir, ya püskürdən ətir, ya yağ ətir, heç problemi yok. Vurduğun, sonra artıq ehramını geyinirsən. Yaxşı, qadınlar necə edir? Həmən bu qeydlər deyil. Qadınlar Allahın izni ilə tam şəkildə qusul alırlar. Elə burada oteldə biraz tez ki, sonra uzun yol gediləcəkdir. Yolda saçları yadı ıslah olub, xəstələnməsinlər deyə həmən trenlə qursunlar və s. Qadınlar qusul alırlar. Ehram geyimi olaraq xüsusi bir geyim yoxdur. Sadəcə olaraq gözəl, çarpmayan hansı bir geyim olsun. Yəni qadınlar üçün xüsusi ağ geyinməlidirlər və s. Bu şey yoxdur. Adi geyimləri. Yəni bütün bədənlərini örtən, gözü çox çarpmayan bir geyim olmalıdır. Amma ətirləmək məsələsini isə bilirsiniz ki, nəinki ehramdan qabaq, ümumiyyətlə qadınlar çölə çıxanda ətir vura bilməzdir. Bu adi kişilərə aid. Yəni qusullandılar, geyimlərin geyindilər, utarı getdi. O qadınlar məsələn elə corablarında, baş bağlı və s. hamısı bunlar olur. Kişilər isə əksinədir. Kişilərdə yalnız o ki hissə ibarət olan ağdan başqa geyim olaraq heç bir şey ola bilməz əllərində. Ayaqlarında da ki topuğu örtməmək şərtlə sandal ola bilər olsun, papuçka ola bilər, şəpşəpi və s. Amma arxası bağlı belə sandallar var. O heç bir problem yoxdur, geyinə bilərsiniz. Deməli, ehrama geyindik. Düzdürmü? Biz ehram niyyətini burada eləmirik. Yəni, ümrə niyyətini. Əsas mühüm nədir? Niyyət. Yəni, sən ehram geyimini geyindin və burada məsələn bazılar qusullandı, bir tük qopatdılar, bir üzlərini nəsə qopatdılar, bu problem deyil. Artıq miqata çatdıq. Biz ki artıq orada niyyət edəcəyik ümrəyə. Burada artıq hər şey haram olur. Yəni insan nə bir ətir vura bilər, nə bir dezodorant istifadə edə bilər, düzdürmü? Nə də bir tükündən qoparda bilər, nə bir pürçük var onu öldürə bilər, qaz sıxa bilər və s. Heç nə dəri batmaq olmaz, heç bir şey. Bilə-bilə eləsə insan bunların hamısına qurban düşür. Aydındır, kəffar olaraq. Və heç bir alt paltarı, heç nə olmalıdır, nə corab, yəni asılı heç bir şey. Bilə-bilə onların biri yenə də onun əlində olsa, yenə də ona kəffara düşür. Qoyun. Və qoyun da gedib Azərbaycanda kəsmək yox. Məkkədə, Kəbə ətrafında kəsilməlidir və Kəbə miskinlərinə paylanmalıdır. Deməli, Allahın izni və budur, qardaşlar, qısa olaraq ehram məsələsi. Ehramda
artıq ehrama daxil oldu. Mən dediyim şeylər bunlar olmaz. Yaxşı, və ticarət məsələsi necə? Ticarət də olmaz qardaşlar. Artıq ehrama niyyətləndin, alış-veriş eləmək olmaz. Alış-veriş deyəndə nə qəsd olunur burada? Yəni sən kiməsə hədiyyə alırsan, bunu eləmək olmaz. Hansısa bir əşya xoşuna gəlir, bunu eləmək olmaz. Alış-veriş. Məsələn, sən susamısan və yaxud da əhlin səndən də susuzlayıbdır, acıqdır, bir meyvə görür. Məsələn, bunu alma, o problem deyil. Ehtiyaclarını ala bilərsin. Heç problemi yox. Yazın, maşın saxlatdın, harası gezən pul verməlisin və sən pul qaytarmalıdır. Bu şey orada daxil deyil. Sadəcə olaraq ticarət niyyətində sədiyyə almayın, bunu eləmək lazımdır. Yəni, sənin ümrəni tam batil eləməsə də, sənin savablarını naqisləşdirir. Olmaz bunu eləmək. Bura kimi aydındır, düzdürmü? Əlhəmdülillah. Deməli, biz ehrama daxil olduq. İndi yenə də bunu avtobusda geniş danışacağıq. Ehrama kimi, yəni bilin əsas. Ehrama daxil olduq, miqatda niyyətləndik, gedirik. Ləbbeyk Allahümmə ləbbeyk, ləbbeyk lə şərikə lə. Birinci deyirik nə? Ləbbeyk Allahümmə umrətən. Bu deyilir söz. Ləbbeykə Allahümmə umrətən. Miqatda bu deyilir bu söz. Ləbbeyk Allahümmə, ey Allahım, sənin huzurundayam, ümrə ibadət eləmək. Tərcüməsi budur. Bunu elədik, dini şeylər hamısı haram oldu. Gedirik hara, düz Kəbə kimi növbəti zikir edirik. Hərəkət olunandır. Hərəkət deyəndə o zikirdir deyəndə. Başqa zikirlərlə Allah akbar deyir, subhanallah deyir, əlhəmdülillah deyir, la ilahe nə etsən deyir, amma ləbbeyk Allahümə ləbbeyk, ləbbeyk lə şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mülk lə şərikə lək. Bu deyilir, hava hərəkət olunan, həm avtobus gedir, deyirsən, piyada gelsən, deyirsən, amma dayandırırsan, avtobus dayandırırsan bu zikiri. Deməli, qardaşlar, girdik Məkkəyə. Bəzi rəyə görə Məkkəyə girin artıq bu zikiri dayandırırsan. İkinci rəy nədir? Kəbə evi görülənə kimi. Biz Kəbə evi görülənə kimi bu zikiri eləyəcəyik. Kəbə evi göründü, bu zikir dayandırılır. Gəldik, çatdıq Məkkəyə, avtobusdan düşürük. Oteldə sumkalarımızı qoyuruq. Kim istəyir, təzdən bir yaxalanmaq istəyir, burada problemi yoxdur. Daha sonra şampun və s. belə şeylərdən çəkinmək yaxşıdır. Amma sabun, misiz və yaxud deyil, bunlar problemi deyil. Bunu istifadə eləmək olar. Çünki o, alimlərdir ki, ətirlənmək sahilidir. Deməli, sadəcə ehtiyatlı olmaq lazım, sim eləyəndə, dəstəmaz alanda, saqqalları çox da dartmayın, eləməyin ki, qırmayasın. Bilmədən olarsa, dəstəmaz alanda qoparsa, problemi yox. Bilə-bilə oynadıb dartarsanızı belə edərsiniz, bu halda onda kəffarə düşəcək. Deməli, qardaşlar, mühüm məsələ burada başlayır. Bizdə dəstəmaz vacibdir, harada? Kəbəni tavaf eləyəndə və Kəbəni tavafından sonra, 7 tavafı bitirəndən sonra İbrahim məqamında 2 rükət namaz qılanda. Burada sən dəstəmazda olmalısın. Çünki Kəbə də tavafı. Sanki bir namazda kiminsən. Və gəldi o tilə, dəstəmaz alıb gəldi, o artıq Kəbə bir göründü, yandırıq zikiri. Hardan başlayır bizdə tavaf? Yəmən küncündən sonra Qaradaş gəlir. Qaradaş görürsən, üstündə yazılıb bir Allah akbarlar. Kim oxa bilirsə, ərəbində Allah akbar, Allah akbar, Allah akbar. Sağ tərəfinə baxsan, yaşıl ışıq yanır. Bax, bizim tavaf oradan başlayır. Tavaf hardan girdiyinə asıl olmayaraq, o tavaf başlamır. Gəlin oraya çatdın, deməli, istəyir qadın kişi, əlini qalxırsan belə, aydındır, birincidə üzün göndərirsən, birincidə nə deyirsən? Bismillah, Allahu Akbar. Da belə öpüş göndərin, neyinin, vazuşlu, fasuliyat, bunlar yoxdur. Bunlar hamısı bidətdir, olmaz belə şey. Görəcəksiniz, bu şeylər yoxdur. Əlbəttə, yaxınlaşa bilirsənsə, öpə bilmirsən, əlini sür, bunlar var. Amma uzaqdan öpüş göndərmək belə şey yoxdur. Bəli, daşdan gedirsə, öpmək, ibadət niyyəti ilə, yəni əşyaların yedsəfər, yalnız bir dənə Qaradaş gəlibdir. Qaradaşdan başqa Kəbənin ətrafında bir heç öpmək olmaz. İstir Yəmən küncü olsun, istir Kəbənin hansısa bir hissəsinin parçası olsun, bu yoxdur. Bu hətta belə gətirib şirkə çağırda bilər insan. Yox, Qaradaşı öpülüb, Peyğəmbər əsasını öpübdü və Ömər rədiyallahu anh öpübdü və deyib ki, səni Allah razı olsun öpbəzdir, mən də səni öpbəzdir.
Aydındır, ötbət gəlib ona. Bu Qaradaşa xüsusi olaraq bir amil. Deməli başladıq. Biz necə qardaşlar 7 tavaf eləməliyik. 7 dənə tavaf buradan başlayır. Birinci din Bismillah Allahu Ekber getdin. Gəlirsən, neyinsən? Biz yəni xor olaraq şəkildə dualar, zikirlər eləməyəcəyik. Niyə görə? Ola bilsin ki, bu 7 tavafda insanın öz ürəyində duası var, istəyi var, düzdürmü? Elə məşğul kişini zikirlə, nəylə? Yox. Nəsə ehtiyac var, hansısa bir dua istəyərsən, nə edərsən, kömək, o ayrı məsələ. Gəlirik Yəmən küncünə kimi, hamı nə ürəyi istəyir, o duanı zikir edir. Yəmən küncüdə artıq mən deyirəm, siz təkrarlayırız. Kim bilirsə və yaxud da əzbərən o eləyir. Rabbənə ətinə fid-dunya həsənətən və fil-əxirət həsənətən və qina əzəbən-nar. Və bu zikir olunur Yəmən küncündən Qaradaşa kimi, yanmadan. Nə qədər çox eləsən, o qədər yaxşıdır. Bu zikir eləyirsən, yəni bu oradan eləmək gəlmir. Sadəcə mən deyirəm, siz təkrarlayırsınız, yəni birdən bilməzsiniz, birdən düzgün eləməzsiniz, o baxımdan. Təlim babından. Çatdıq bura mı qardaşlar? İkincidə artıq başlayır bizim. İkincidə Bismillah Allah Ekber deyirsən. Bismillah yəni Allahın adı ilə başladın, başlayana deyirsən. İkincidə artıq yalnız əlin qalxırsan, Allahu Ekber deyirsən. Aydındır mı? Getdin həmən şey yenə. 2, gəldin. 3'ü çatdın, bitirdin. 4, 5, 6, 7'ye gedirsən. 7'ye gedəndə yenə deyirsən Allahu Ekber, düzdürmü? Çatdın 7'yi bitirib, daha demirsən. Çünki bitirdin artıq. Bəzi qardaşlar, bacılar bax, burada səhv edirlər. Neyinlər? 7'yi bitirəndən sonra bir dənə deyirlər. Din təzdən elə bir sanki düzü tavafa başlayırsan. Yəni, bilmədən eləyərsən, inşallah üzülürsən. Amma belə eləsən, sanki elə bir ki, sözün tavafa başlayırsan da. Yeni 7'liyə. Və heç nə, bunu bitirdik, çıxırıq. Çıxırıq, gedir yara İbrahim məqamını. İbrahim məqamını da ki, orada görünəcək ki, onun tuşunda gidib namaz qılır. Vəttəxədə məqam İbrahim Musallə bu deyilir. Bilmirsən, heç nə, çövürürsən Kəbə tərəfə, Allah Ekber deyirsən, başlayırsan birinci deməli, rükuda Fatihə surəsi, aydın məsələ, sonra Kafirun. Qıldın bir rükəti, sonra ikinci rükətdə Fatihə surəsi, İxlas surəsi. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bunu oxuyur. Kim bilmirsə, nə bilirsə onu oxuyur. Nə bilirsə onu oxuyur. Ən azı Fatihə surəsi oxunmalıdır. Bitirdin, yəni Kəbə tərəfsən, dua eləyirsən, zikr edirsən, gedir yara Zəmzəm. Zəmzəm sünnədir artıq. Sünnə. Zəmzəm içində döyər içmək, başa tökməkdə. Bu da töyməmək daha məsləhət. İkinci halda. Yəni kondisioner, Səfa Mərva çünki çox soyuq olur, şiddətli şəkildə vurur. Xüsusən də qadınlar isladırlar, başları su olur, hicab, hamısı, sonra nə olur? Gəlirlər, xəstələnirlər. Bəli qardaşlar, bu gəldik artıq su isəndən sonra gəlir yerə Səfa Mərvaya. Səfadan başlayır səyimiz. Səfa çıxanda deyirsən, İnnə səfa vəl-mərvətə min şəərilləh. Əbdə bimə bədə Allah bih. Səfa və Mərva Allahın nişanələrindəndir. Başlayıram Allah başladığından. Aydın Səfadan yanı. İşte bunu elədin, çıxdın dağa, dağ deyəndə dağ deyirlər, artıq hamısı Allah subhanahu elə asanlaşdırır ki, çox. Belə bir yüngül belə, biraz nə var? Qalxmaq var. Sonra sən qiblə tərəfə əlini açırsan, xüsusi zikir var, onu eləyirik. Kim əzbər bilirsə əzbərdən, kim əzbər bilmirsə, mən deyirəm, siz təkrarlayırsınız. Bir zikir arasında istədiyin dua. İkinci zikir arasında istədiyin dua. Üçüncü zikir getdik. Artıq hara Səfadan Mərvaya. Baxın qardaşlar, ola bilər ki, kimsə içsin. Ola bilər də problem deyil. Oldu. Yəni müəyyən yer dedik, orada görüşəcəyik. Sadəcə problem nədədir? Sayda. Hərə özü saymalıdır. Həmçin tavafda da parmaqların qatdalar, həmçin səydədir. Səyd Səfadan Mərvaya 1 sayılır. Mərvadan Səfaya 2 sayılır. Aydındır mı? Bəzi insanlar neyir? Yəni itirlər, sonra elə bilirlər ki, Səfa ilə Mərvaya gedib, Mərvadan qayıtmaq 1 sayılır. Məsələ 14 dəfə edir, 2 dəfə artıq edir. Ne düşdür? Bir dəfə. Səfadan getdim Mərvaya, yox, 1. Mərvadan qayıtdın Səfaya, 2. Və həmçinin belə sakin. Axırda Mərvada bitir. Deməli, hamısında da ki, bir dənə birinizdə elə innəsə və Mərvada meşəhər ilə, bunun birinizdə bir dənə qalxanda deyil. Sonra Mərvaya gedən o deməkdir, yox. Birbaşa zikirdən başlayın, qiblə tərəfə.
Deməli qardaşlar 7-ni bitirdik. Orada da namaz ya yox. Görürsünüz namaz qılırlar. Neyinlər? Bu şeylər heç bir varid olunmuyor. Yoxdur yəni. Sonradan yəni yenilik bidət. Və hər bir bidət zalətdir və hər bir zalət də oddur. Allah qorusun. Çıxırıq oradan. Bəzi insanlar təəssüflər olsun ki, deyirlər, tövsiyə edirlər qadınlar oradan çəkilir bir qırağa, qayçalıb əllərindən, saçlarını sarıb orada kəssinlər. Auzubillah, Allah sınır bu şeydən. Olmaz belə şeylər. Birincisi, qadındır, saçını çıxartı sürü, hansı kişi gördü, elədi, bir şey olar mı? Heç bu boyda qırağa, asa hara tökərsən saçını qırpıb, beksinsini saç qırpası yer. Səsən kimsə evinə gəldi, sənin evində saç qırpıb evi tökür. Bu nasıl bir şey? Əlaq zibil edirəsdir, nə olsun ki? Olmaz. Bir şey olmaz qəti qardaşlar. Yəni mən bu şeyə ən azı ədəbsizlik kimi baxıram. Olmaz belə şeylərdən. Əlhəmdülillah mən də sizin heç birinizdən şübhələnmirəm ki, bunu eləyərsiniz. Sadəcə yəni bilmək üçün deyir ki, bunu görəcəyik biz orada. Olmaz bu şey. Qadınlar gəlir otelə, əlhəmdülillah, qayçı var, yoxdur bir dənə qayçı, əlhəmdülillah, bazılar da olacaq. Bütün saçlarına belə yığırlar, ucundan, dırnaq boyutda. Dırnaq boyutda belə, fındık boyutda, dırnaq boyutda belə, bəli, dırnaq boyutda ümumi saçların ucundan kəsirlər, tutardı. Bununla da ehramdan çıxdılar, amma saçı kəsməmiş və yaxud da kişilər saçlarını qırtırmamış, ehramdan çıxmış salim onlar. Nəsə eləsələr, Səfa Mərvadan sonra yenə də nə kəffara düşür boyunlarına. Kişilər isə gedirik ya bərbərə, kimsə istəyir oteldə özü bilər, öz şəxsi işidir, amma biz həmişə də bərbərə gedirik, əlhəmdülillah. Lezbiylə qırxısan, Peyğəmbər s.ə.v lezbiylə qırxıbdır və 3 dəfə rəhmət dilikdir Allahdan. Kim lezbiylə qırxarsa, 3 dəfə soruşdular, 3 dəfə. Üçüncüdə bir dəfə isə gəlibdir, kim qısaldarsa. Yəni saçın bütün tərəfindən qısalır. Bu da ömrəti səhi sayılır. Saz olaraq, yəni Allah s.ə.v dibindən qırxıb lezbiylə və həmçində 3 dənə rəhmət qazanmış olsun. Bundan qardaşlar ömrə bitdi. Ömrə budur, əlhəmdülillah. Çox asan və gözəl. Aydındır mı? Sadəcə bu qısa bir vaxtda çox olmayacaq. Buradan axşamı sabahlarım inşallah Allah məfəq eləsə bitirəcəyik. Qorunmaq lazımdır ki, dilini qorumaq, lağlağdan çəkinmək, zikirdən məşğul eləmək özünü, insanların haqqına girmək, spora girməmək, şeytan da istəyir savabını azaltsın, istəyir sənin ibadətin batil eləsin. Bu şeylər hamısından qaçmaq. Bir gündən bitir. Bəli, sabah axşam bitirəcək inşallah. Sabah orta gedib, axşam. Axşam gecə çıxacaq ehramdan inşallah. Son Bəlkə qurtaracaq. Sonrası günlər sonra deyəcək inşallah. Başqa yox, o ehramla bağlı bir şey yoxdur. Biri adi paltarda olacaqsan, gedərsən Kəbə tərəfinə, ibadətlərini edəcəksən və belə Allahın iznilə. Bura kimi inşallah dayandırağın, bazılar üçün fayda olsun. Subhanallah, həmd əşhədu ən la ilahə illallah.